Gedirik ilk öncə Cüməyə, İlahiyyat məscidinə. Sonra da oradan ara Bakı Zoologiya parkına. Davay getdik. Gedirik Bakı kartı bulurmağa ilk öncə. Və Bakı kartımın yanımda olmadığı yadıma düşür. Bakı kartım yox idi, ona görə Emon. Heç telefonumda Emon deyə bir proqram belə yoxdur. Bir bankla həll elədim işimi və düşürük metroya. Artıq metrodayam. Oradan da qalxırıq elmlərə. Sonra da yavaş-yavaş yolumuz İlahiyyat məscidinə. Və məscidi göstərən biraz özümü çəkirəm. Qabağıma belə bəbə çıxır, biraz bununla oynayıram. Sonra düşürəm məscidin həyətinə və məscidimiz belədir. Arada özümü də çəkirəm, başımı da qaşıyıram. Buradan da qalxıram məscidin ikinci mərtəbəsinə. Biraz hədis kitabı açıb oxuyuram. Qul huvallahu əhədun illahus-saməd. Ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Maşallah sayımız günü-gündən çoxalır, daha da çoxalacaq Allahın izni ilə. Və artıq məsciddən çıxış vaxtı gəldi. Cümə namazı bitdi. Yavaş-yavaş zooparka gedirəm. Və artıq bura Koroğlu parkıdır. Bu gölün adını bilmirəm. Bilənlər yorumda yazar, zəhmət deyilsə. Biraz özümü, biraz gölü, biraz zibilləri, biraz kəmiləri çəkirəm. Bu zooparkı uzaqdan gördüm və sevinç başladı. O dəqiqə Bravoya getdim. Kasıbın olandan bir yenə çitos aldım və yaxınlaşdım bilet almağa. Dedim 16 yaşım var, 2 manat verdim, bilet aldım və belə bir kirpilər çıxdı. Bunun tam adını bilmədim. Azərbaycanca yazılmışdı orada. Sonra keçdim kenquruların yanına. Biraz onlarla mıqdaşdım. Biraz özümü, biraz onları çəkdim. Bu da maral olmalı ya da ceyrandı, bilmirəm dəqiq. Amma maşallah çox qəşəng idilər. Biraz da özümü çəkirəm arada. Lama yemək yiyirdi. Mən də iştaha gəldim. Biraz su içdim. Oh, çok şükür yarabbim. Bunun da nə olduğunu bilmirəm. Yəqin bu da lamadır. O boyda yol gəlmişəm. Arxasını çöv mənə. Şahindir, qarğadır nədir? Ondan olmalıdır. Bu çox canavar bir şeydir. Bunlar da səhv eləmirəmsə Şahin olmalı. Qəşəngcə, hə? Sabah xeyir. İmkan verin də. Zoomla bir də ailəvi götü yaxından. Ha bu nə də? Ha bu nə də çəkirsiniz parkda? 2 dəqiqə girməyin də kadra. Mənə çəkməyəsən ha, yaxşı. İmkan versəz bizi çəkəcək. Bəxtiyar sən aşkındır. Quşlarla çox oynadıq. İndi keçirik dəvələrə. Burada neçə dəvə olduğunu bilmədim, amma qəşəng bunlardan yemək hazırlamalıyıq. Və biraz fikirləşdim, sonra bildim ki, dəvə əti halaldır. Dəvələrlə işimiz bitdi, keçdik flamingolara. Nəsə suları iç açıcı deyildi. Məncə təmizləmədilər tez-tez. Flamingolar da belə getdi. Buradakı da yatıb məni vecin almır. Bəbirdir bu, nədir? Tam bilmədim. Mənə deyir ki, burada bey də benim, devlet də benim. Təbii ki də videonu tam çatdıra bilmədiyim üçün bu part 1'dir. İnşallah part 2 gələcək. Siz videonu bəyənməyi, mənə takip atmağı unutmayın. Aslında gələn videoda daha çox göstərəcəm. Biraz da bu qaribanlara çitos dağıtdım. 5-6'sı birdən gəldi üstümə. Və videonun sonuna gəldik. Takip atıb bəyənməni unutmayın. Part 2 gələcək.